Mən şəxsən bu Azərbaycan hökumətinin yerində olsam onu tutmaram. Zaten tutmağa da ehtiyac yoxdur. Adam özünün nə qədər zəif bir xüsusiyyətli adam olduğunu sübut edir və göstərdi. Məqsəd nədir? Məqsəd bunu zərərsizləşdirmək deyildi, özünü zərərsizləşdirdi. Ləman xanım, bu Azərbaycanda baş verən hadisələr yeri gəlmişəm, onu deyim sizə. Baş verən hadisə nə baş verir? Onu başa düşmək üçün Amerika Birləşmiş Ştatlarının Türkiyədəki bir səfiri vardı, Tom Barak. Onun bu yaxınlarda Qətərdə ifadə elədiyi sözlərə baxsaq, Azərbaycanda və Türkiyədə gedən proseslər, nə proseslər getdiyini başa düşərik. O nə deyir? Deyir ki, 1919-cu ildən sonra bu regionda deyəndə nəzərdə tutulur, Xəzər dənizindən açıq şəkildə deyir. Xəzər dənizindən Aralıq dənizinə qədər olan ərazidə doğru olmayan siyasətlər yürüdüldü. Boş-boşluqlar demokratiyanın dalına düşüldü, müxtəlif etnik qrupları hərəkətə gətirdilər və nəticədə burada xaotik bir vəziyyət yarandı. Dedi ki, bu regionda ən yaxşı rejim, ən yaxşı sistem alicənab monarxiya rejimidir. Bunu açıq şəkildə deyir. Bu Amerikanın səhvi deyir. Yəni deyir ki, biz burada belə alicənab monarxiya sistemi yaradacağıq. Nəzərdə tutduğu regionda haradır? Türkiyə, Azərbaycan, hətta Yunanistan, hətta ərəb ölkələrində zaten monarxiya rejimidir. Yəni burada o proseslər gedir. Azərbaycanda baş verən proseslər odur. Amma buna baxmayaraq Azərbaycanda siyasi bir mədəniyyət də olacaq, siyasi bir hərəkət də olacaq. Necə ki, bir dənə şeylər eləyənməzlər ki, burada ola bilər ki, sən prezident seçilənmərsən, amma burada deputat seçilə biləcəksən, partilər deputatlığında mübarizəyə başlayacaqlar. Hər şey burada o cür sistemə düşəcək. İndidən gəlib bəzi günahları etiraf edib və yaxud onun bədəlini ödəyib, bu ölkədə qalıb, bu ölkənin siyasəti uğrunda, siyasəti sahəsində çalışmaq məncə daha uğurlu olar. Baxın, bu getdi, dediyim kimi, PKK-ya gelib yaxınlaşmağın nə deməkdir? PKK-dan yardım istəməyin nə deməkdir? Adam öz ailəsindən, indi İlham Əliyev rejimi və yaxud nə bilim, bu indiki sistem, adını nə deyirsən də özümüzün də millidir. Bu ona bənzəyir ki, bizim valideynimiz əsəbidir, biz getmişik valideynimizin qorxusundan getmişik, düşmən qapıya gedib sığınırıq da, elə bil qonşu, bizim də bir düşmənimiz var, gedib ona sığınırıq. Bu nə dərəcə doğrudur? Sən atanla, valideynlə və yaxud öz ailə üzvlərindən yola getməyin yolunu tapmalısan. Bundan da tamaşaçılar bir söz çıxardar, yəni Türkiyədə PKK-ya sığınmağı deyir da, yəni düşmən deyəndə Adam PKK-ya müraciət edir. İfadələrimizi seçəndə, onlar ondan söz düzəldə çıxardır. Demokratiyanın bir neçə şəxs Təkin Hacıbəylini müdafiə edib, bunu da keçən dəfə sistemləşdirmişik. Özü müraciət edib də, onunla belə müdafiə edəmir ki, özü müraciət edir, onunla da müdafiə edir. Sən ona müraciət etməməliydin. Hətta əksinə o sana müdafiə ola bilər ki, bir təxribatlar ola bilər ki, sana qarşı bir hilə qura bilərlər, səni özləri müdafiə edirlər, sən bəyanat verməlisən ki, mənim sizin müdafiənizə ehtiyacım yoxdur. Çünki sənin təmsil olunduğun partiya 40 min, 50 min Türk övladının qanını töküb. İndi sən durub gedib ondan müdafiə gözləyirsənsə, ona sığınırsansa, bu yaxşı hal deyil. Yəni, hesab edirəm ki, bu cür məsələlərə müxalifət yenidən baxmalıdır. Müxalifət elə şeyləri mütləq nəzərə almalıdır. Mən, Ləman xanım, baxın, burada görürsünüz, mən hamısı haqqında demirəm. Ailələr var, etdikləri səhvlərin bədəlini ödəməyə hazırdırlar və ödəyirlər. Məsələn, Əli Kərimli ödəyir, məsələn, Cəmil Həsənli ödəyir, gedir, ifadəsini verir, gəlir. Mən, Cəmil müəllim, yəni desəm, sualım da düzgün anlaşılmaz, amma mənim bir sual maraqlandırdı. Bax, indi Cəmil Həsənli, o Milli Şurada hədəfdə. Milli Şurada elə prezidentliyə namizəd idi. Cəmil müəllimin də həbsi məsələsi sizcə gündəmdə ola bilərmi? Yəni, prinsipcə saxlanılacaq, etsə də indiyə qədər saxlamalıydı. Məncə olmayacaq, niyə olmayacaq? Vahid namizəd o idi axı. Olsun da, çünki orada belə bir ifadə var, yəni o maddədə. Əgər
insan özü könüllü şəkildə istintaqa ifadə verirsə, onun bütün günahları bağışlanır. Çünki bu maddə elədir. Burada Cəmil Həsənli bilməyə bilər ki, bunun üzərində oyun oynayıblar da, yəni belə deyək. İndi mən hakimiyyətə gəlmək istəyirəm, bir iş adamı qalxıb deyib sənə pul verəcəyəm, nə bilim, səni dəstəkləyəcəyəm. Bunlar olan şeylərdir da. Bu nə bilsin ki, bunun arxasında hansısa məkirli plan var. Ona görə ondan tələb olunan nədir? Məsələn, həbs olunacaq, istintaqa cəlb olunanlardan tələb olunan nədir? Doğru ifadə ver. Doğru ifadə ver, biz bu məsələni elə bir çözək, bu məsələdə qarşısını kəsək. Açığı bu hadisədə əsl xəyanətkarlar, o milyonerlər ittifaqı idi. Onlar orada nəsə eləmək istəyib də. Buradakı müxalifətdən istifadə eləyərək onu Azərbaycanı parçalamaq deyəndə qarışdırmaq, parçalanma şeylər də var da, onu da deyim sizə. Hətta parçalamaya qədər aparmaq istəyirdilər. Yəni ona görə bu hər kəs bu Abbas Abbasov bu işin ən başında Abbas Abbasov dayanır. Abbas Abbasovun bir çox məsələlər vardı. Məsələn, Eldar Həsənov vardı, indi həbsdədir. Baş prokuror keçmiş. Baş prokuror. Onunla əlaqələri vardı, onunla bərabər bir çox məsələlər, indi onların üstü bir açılacaq. Bir çox məsələləri müzakirə etmişdilər, bir çox məsələləri həyata keçirmək istəyirdilər. İndi onlar hamısı bir-bir açılacaqdır. Yəni, həqiqətən də ən mühüm işləri görənlərdən biri də buydu. O, bütün, belə deyək, burada senariləri formulaşıran, yəqin ki, bu da öz başına eləmirdi. Rusiyadan göstəriş almışdı, onları eləyirdi. İndi məlum olur ki, bugün bir yazı dərzi eləyiblər ki, deməksə qaynanasıdır, ermənidir, nə bilim nədir. Mənim yadıma nə düşdü? Mollaya deyirlər, haralısan, deyir, hələ evlənməmişəm. Yəni, mollanın sözündən belə çıxır ki, arvad tərəfdən erməniyəm. Yəni, indi belə bir şey var da, ata tərəfdən, nə bilim, Azərbaycan... Bu ölkədə baxırsan, əksəriyyətini qaldırırsan, bir erməni bağı çıxır. Niyə elədi? Ona görə biz elə həqiqətən bu günə gəlmiş, çıxmışıq. Biz niyə elədi? Çünki SSR dövründə bir erməni ilə ailə həyatı qurmayanı vəzifəyə buraxmırlar. Naxçıvana, mən hardan bilirəm, Naxçıvandan bilirəm. Naxçıvanı araşdırmışam, oradan bilirəm. 40 dənə erməni qadını göndəriblər. O Sovet hakimiyyəti illərində müxtəlif adamlarla evləndiriblər və onların hamısını bir-bir vəzifəyə daşıyıblar. Məsələn, birini aparıblar bu Tovuzda, nə bilim, orada icra başçısı qoyublar, neyiniblər, belə-belə. Yəni, kim ki erməni ilə evlənib, onun ulduzu parlayıb, o ulduzu yanıb. Kim ki evlənməyib, sürünüb. Onun qarşısını alıb, nə qədər istedadlı olursan, ol, arvadın erməni dəyilsə və yaxud qaynanan erməni dəyilsə və yaxud nə bilim, yəni səndə bir erməni qanı yoxdursa, səni yüksəlməyə qoyulur. Ən azı kirvən erməni olmalı. Kirvən olmalıdır, bəli. İndi söhbət ondan gedir ki, belə adamlar, özdə niyə onlar həmdən seçiliblər? Arvad ərinə agentlik eləyib. Yəni, ərindən agentlik eləyib, belə deyək. Ərini izləyibdir, aparıbdır, qoyubdur. O KKB-nin, o vaxt KKB idi da adam. KKB-nin ovcuna. Yəni, indi bu adamlardan nə ləyaqət olacaq? Bu adamlardan nə vicdan olacaq? Bu adamlarda nə vətənpərvərlik olacaq? Arvadı özünə agentlik eləyir, təsəvvür eləyin. Özünün də ixtiyarı yoxdur ki, arvadı boşayaq və yaxud arvadın qulağını çəkər. Arvadın qulağını çəkərdilər, eşit çəksəydi, bunun qulağını elə çəkərdilər ki, səsi Özbəkistandan tutmuş, niyə Özbəkistan deyirəm? Orada da broiler fabrik olub. Özbəkistandan tutmuş Azərbaycana qədər hər tərəfə yayılardı. Ona görə dilləri gödək olub həmişə bunların. Dilləri gödək olduğuna görə də susublar, işləyiblər ora-bura. Yəni, indi də gəlib nəticəsi budur, indi qaçıb gizlənib. Türkiyəyə dəyir, Türkiyədən qaçıb Rusiyaya. Rusiyadan ora qaçacaqsın. Gəl kişi kimi təslim ol. Həyatında bir dənə kişi həyatı yaşadı. Hamı sənə Quş Abbas deyirdi. Bunun lağabı Quş Abbas idi. Mən ötən günlərdə bilmişəm ki, yəni bu birdən-birə elə pərvazlanıb, broiler fabrikindən pərvazlanıb siyasətə gəlir. Hə, gəl indi, sən bir dəfə də həyatında belə, indi mən demirəm, kişi deyəndə biraz təhqiramiz çıxır. İnsan ömrü yaşadı, həmişə quş ömrü yaşamıyorsan ki, oradan ora uçasan, buradan bura uçasan, quşla məşğul olasan, quş istehsal eləyəsən, hamı da sənə Quş Abbas deyər. Gəl bir
adam kimi bir şey ifadə ver, özünün haqsız olmadığını sübut elə, haqlı olduğunu sübut elə, qoy həm də sənə adam Abbas desinlər də, gərəklər öləndə də Quş Abbas kimi desən. Neçə yaşın var, Allah bilir, indi yəqin ki... Onlar o da bir 80-ə yaxın. Yəni böyle sabahlıqsan da və sən də qorxursan ömrünün o çürük hissəsində. Gəl bir ifadə ver, bir bəraət qazan. Bu bəraəti ben bizim ölkəmizdə üçün qazan demirəm, elə Allah qarşısında bəraət qazan.